Ayın 18-i əməliyyat oldum. Əziyyət çəkirdim. Hardasa bir 3 ilə yaxın idi, 2 ilə yaxın idi. Beləncə əziyyət çəkirdim. Sağ olsun anar doktor özü köməklik elədi. İndi ağrım zadım yoxdur. Hər şey yaxşıdır. Hər şey öz normasındadır. Canım yəni qutardı da belə şeylər. 8 gündür keçib. Şükür yaxşıyam. Ağrı kəsicilərdən istifadə elədi? Yox, ağrı kəsicilər arada bir olurdu, məsəl üçün. O da yüngül varı olurdu da, indi canlı da olur arada bir. Amma yəni eləncə bir ağrı zat, yəni belə çox dərin bir şey olmadı. Şükür yaxşı oldu hər şey. Dəyərdi bu qədər gedişməyə? Yox, məncə də yox. Məncə də yox. Hamısı bunlar yeni üsulların sayəsindədir. Basaya kimi gedişən, bu əməliyyatdan qorxanlara nə məsləhətlər verirsən? Valla, məndən məsləhət olardı ki, yəni heç kim yuvatdırmasın, hamısı vaxtında gəlsin. Əsas can sağlığıdır. Yəni qorxmağa heç bir şey yoxdur. Vaxtında gəlin əməliyyatınızı elətdirin. Bu zülmdən də qurtarın. Sağlamlığınıza da qoyur. Əlbəttə ki, çox sağ olun. Allah sizdən də razı olsun, sizin kollektivdən də. Çox sağ olun.